Bugün Azərbaycan Respublikası Milli Qəhrəmanlar Birliyinin Mərmon Rayonu Mahallənin ofisinin qarşısında bizim Vətən Müharibəsi, Şəhid Vətən Müharibəsi qəhrəmanı ailə üzvləri ofisimizdə qonaq oldu. Rəşad Abdullayevin həyat yoldaşı və Valid Qədərovun həyat yoldaşı. Bizlər bizim valideyimizin gözəl balası da ofisimizə gəlib, qonaq gəlibdirə. Biz Şəhid Vətən Müharibəsi qəhrəmanlarının fotoalbomlarını qəhrəmanların həyat yoldaşlarına təqdim edirik. Buyurun, əziz bacım, gözəl bacım. Və sizi Həkəm. Çok sağ olun, çıxarları teyzət olmanız için. Əminəm ki, daha çox uşaqlar görəcək, başqa nümayəndələr görəcək və biləcəklər ki, vətənin necə qeyrətli oğulları var. Bəli, biz bu günləri yenə də biz hələ Gülşəni tam açmamışıq, amma gəlirlər elə çəkilişdən qabaq da burada uşaqlar foto çəkilirdi. Vətənpərvərlik ruhunun aşılanması bax bu deməkdir. Bu günləri biz bu qəhrəmanlarımıza qoyuyoruz. Bugün Azərbaycan bayrağı dalğanırsa bu qəhrəmanlarımıza qoyuyoruz. Hər birdə minnətdarım, çox sağ olun, çox sağ olun ki, gəldiniz ofisimize. Bizlər də hər zaman sizin huzurunuzdayıq. Allah şəhidlərimizə rəhmət yazsın, haqq günəsində bizi onlardan qovuşturmağı nasip etsin.